dəstəmazı belə almasam, bu zikri belə deməsəm, bir dənə hərf bu yan olsa nə olacaq axı? Burada nə var axı? Hər şey belə çətinləşdirirsiniz. Yolu budur, yolu budur. Belə eləməlisən. Adı məsələn bir dənə bir yerə pul yükləyirsən, o atır şifrəni sənə, baxırsan şifrəyə, qorxa-qorxa bir dənə rəqəmi səhv eləməyim ay Allah, bir dənə rəqəmi səhv eləməyim Allah. Nə var? Məsələn 500 manat pul göndərsən, getdi başqasına aldamayacaqsan axı. Getdi. İndi az adam olar ki, deyər qaytarın pulu. Yenə baxırsan ay Allah birdən bir dənə rəqəm. Axı indi 14 dənə rəqəmi isə məsələn 13 dənə rəqəm, bir dənə rəqəm nə olar? Səhv olanda bir dənə rəqəm səhv getdi başqasının kartına. Gəlsə həkim deyir dərmanı yeməkdən öncə. Burada nə var? Yeməkdən deyir bilsən nə var? Sağalmaq istəmirsən, yolu budur. İndi gəldi bu namaza. Burada nə var? Hərfi beləcə var. Öz bildiyi qoy da kənara. Qoy da kənara öz bildiyi. Bilmir o burada nə var, nə yox. İndi yaxşı sən desən burada nə var, nə yox. O birisi deyir orada nə var, nə yox. Bu birisi deyir burada nə var, nə yox. Dinqalar sən Allah. 14 əsrə dinqalar. Hərə bir dənə deyir burada nə var, nə yox. O biri deyir burada nə var, nə qalar? Heç nə. Getdi təhrif oldu deyim. Hərə bir dənə hərf götürsə, biri o yana bir dənə hərf əlavə eləsə, biri bir dənə söz çıxartsa, biri bir dənə söz qoysa ortaya, nə olar? Getdi. Bu yol itdi. Haqqa gedən yol itdi. Əlallah qəsdus səbil orta yol itdi.